Araşdırmacı jurnalist Cavanşir Həsənli Facebook səhifəsində yazır ki, Baş nazirin keçmiş müavini, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sabiq sədri, hazırda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının sədri olan Əli Həsənovun kürəkəni Elman Allahverdiyev xaricdə yeni bizneslər qurur. Onun araşdırmasına görə Almaniyanın Hamburg şəhərində yaşayan Allahverdiyev bu ilin yanvarında Londonda Opal Yachting Ltd adlı şirkət təsis edib. Araşdırmaya əsasən şirkət hələ ki dormant, yəni fəaliyyətsiz statusda olsa da, bu addım gələcəkdə yaxta biznesinə başlamaq üçün xüsusi baza və platforma yaratmaq məqsədi daşıya bilər. Cavanşir Həsənlinin təqdim etdiyi siyahıya görə Əli Həsənovun kürəkəni yalnız Bad Bevensen şəhərində 4 otel, 1 pansionat və 1 klinika binasına sahib olub. Xatırladaq ki, Əli Həsənov 1998-2019-cu illərdə baş nazirin müavini, 1998-2018-ci illərdə isə qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. Daha ətraflı məlumata aspolitika.info saytından əldə edə bilərsiniz.